Günəbaxan tumu milyonlarla insanın sevdiyi qəlyanaltı olsa da, diş sağlamlığına təsirləri barədə mütəxəssislər xəbərdarlıq edir. Stomatoloqların fikrincə, günəbaxan tumu dişlə qırılarkən sərt qabığı diş minasına zərər verə, hətta bəzi hallarda çatlamalara və ya qırılmalara səbəb ola bilər. Tumların davamlı şəkildə dişlə qırılması damaqlarda qıcıqlanma və hətta zədələnmələrlə nəticələnə bilər. Bundan əlavə, tumların qalıqları damaq ciblərində qalıb iltihablanmalara yol aça bilər. Günəbaxan tumunun tərkibində təbii yağlar olsa da, ləzzət artırmaq üçün əlavə olunan duzlar və digər dadlandırıcılar ağızda turşu səviyyəsini artıraraq diş minasını zəiflədə bilər. Bu isə dişlərin çürüməsinə şərait yaradır. Diş həkimləri günəbaxan tumunu dişlə qırmaq əvəzinə əllə təmizləməyi məsləhət görürlər. Bundan əlavə tum yeyildikdən sonra ağız gigiyenasına xüsusi diqqət yetirmək və dişləri yaxşıca fırçalamaq lazımdır. Sağlam dişlər üçün ağız gigiyenasını qorumaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.